Suallarınızı buyurun verin. Axırda sual cavab edəcəm. Buyurun suallarınızı verin. Deyir ki, X metalı azot ilə X3N birləşmə əməliyyatı. Siz bilməlisiniz ki, əsas xassələrindən biridir. Video izahda da qeyd eləmişdim ki, sizə azot metallar ilə neçə valentli olur? 3 valentli olur. Azot 3 valentlidirsə, buradan qaydadan nə çıxardırıq? Çıxardırıq ki, onda X-ın 1 valentlidir. X-ın 1 valentlidirsə, məlum olur ki, mənə xlor da 1 valentli olur axı duzlarında. X-ın 1 valentlidirsə, xloru da mən 1 valentli götürürəmsə, elə formul X xlor olur, yəni Y bəndi. 2-də X-ım azota 3 qoyanda X-ım çıxacaq 2 valentli. 2 valentlidirsə, onda olacaq X xlor 2. Hansı qazın iyi yoxdur? Azot qazının iyi yoxdur. Havada da var, biz onun iyi hiss eləyirikmi? Azotu oksigende yandırdıqda nə əmələ gəlir? Azotu oksigende yanmır, bu birincisi. Oksidləşir, NO əmələ gətirir. İndi bir şey var burada. Azotun üstünə oksigeni gəlib X alıbdır. Bu NO-dur. Baxıram ki, niyə cavabda NO yoxdur? X verməyib, baxı Z-i verib. NO-nun da üstünə oksigeni gələndə NO2-dir. Əslində burada çox böyük səhv eləyibdi. Orada temperatur işarəsi olmamalı idi. Orada ya şimşək çaxması, ya belə enerji boşalması filan olmalı idi. Temperatur işarəsi yəni yanmaq deməkdir. Yanmır axı. Ona heç onu qoyduq başqa bir yerə, amma bilin ki, yanmır o azot oksigeni, oksidləşir. Bilirsiniz, amma test topluda səhv verilib bu nəsə. Deməli, Z-imiz NO2-dir. Azotun üzərinə hidrogen gəldikdə NH3 alınır. NH3-ün yanmasından da katalizatorsuz, katalizator olanda oksidləşmədir çünki yanmasının, bax bu yanmadır. Burada gərək bunu verməzdi. Ki, azot oksigeni də orada da yanıb. Yanmır axı. Amonyakın yanmasından da nə əmələ gəlir? Hı? N2 və su. Bəli, oksidləşməsindən nə əmələ gəlir? NOR. Bəli. Deməli, orada NO2. cavabımız olur B bəndi. NO2 və N2. Azot qazı üçün hansı ifadələr doğru deyil? Rəngsiz qazdır, havadan yüngüldür, lityumla adi şəraitdə reaksiyaya girir. Bərk halda molekulyar kristal qəfəsə malikdir. Hidrogenə görə nisbi sıxlığı 7-dir. 14 olmalıydı. Necə? Bəli, 14 14 olmalı idi. olmalıydı. Amma burada 7 veribdir. Çünki azotumuz N2-dir. Kütləsi 28-dir. Yirmi 8-i 2-yə böləndə 14 eləyir. Hansı reaksiyadan azot alınır? Variantlara baxdıqda görürəm ki, amonyakın yanmasından azot alınır. Digərlərindən onsuz da alınmır variantı. 16,8 milli hidrogenlə neçə milli azot reaksiyaya daxil olar? 3 dəfə az. Çünki azot ilə hidrogen 1-in 3-ə nisbətdə birləşir. Hidrogen 16,8-dirsə, azot ondan 3 dəfə az. 5,6. Sö. 5,6-ymış. Azot 11,2-dirsə, hidrogen nə qədərdir? 3 dəfə çox, 33,4. Hansı birləşmələrin tərkibində azot yoxdur? Naşater spirti NH4OH var. Karbamiddə var, CO, NH2 2 dəfə. Piritin tərkibində yoxdur. Dəmir S2, yalnız 3. Hansı Dəmir ifadə S2 azot deyil. üçün doğru deyil? Hidrogenlə LH3 tipli suzu birləşmə əmələ gətirir. Ən yüksək valentliyi 5-dir. Xeyr, azot 5 valentli olmur. Hansı ifadə doğrudur azot üçün? Bəzi birləşmələrdə 5 valentlidir. Yanlışdır. Heç vaxt 5 valentli olmur. Birləşmələrində valentliyi 4-dən böyük ola bilməz. Bəli, ola bilməz. Cavab orada B bəndidir. Azot üçün nə doğru deyil? Havadan yüngül qazdır. Bəli. Hidrogenlə adi şəraitdə reaksiyaya daxil olur. Xeyr, adi şəraitdə reaksiyaya daxil olmur. Katalizator iştirakında daxil olur. Allotropik şəkil dəyişməsi var və təbiətdə yalnız birləşmələr şəklində yayılıb. Allotropik şəkil dəyişmə COPSI-də var. Yəni karbon, oksigen, fosfor, kükürt, silisyum. Bunlardan yalnız həm olub. Məsəl üçün azotun yoxdur, xlorun yoxdur. A, C, D. Oksigen təbiətdə sərbəst halda yayılıb. Ona görə çıxdıq.
Kükürt də sərbəst halda yayılıb çıxdı. Fosfor çünki yalnız birləşmələr şəklində yayılıb, allotropik şəkil dəyişməsi var. Karbon monoksidin karbon dioksid və azotdan ibarət qaz qarışığında Fatimə deyəcəkdim, yoxdur, Fatimə burdadır. Azotu necə ayırmaq olar? Dəqiqə, deyirik ki, karbon monoksid və karbon dioksid və azotdan ibarət qaz qarışığında əvvəlcə yandıraram. Yandıranda çünki karbon monoksid olacaq karbon qazı CO2. CO çevriləcək CO2 olacaq. Düzdür, CO-nun üzərinə oksigen gələcəm, olacaq CO2. Alınan CO2-ləri də, bu da karbon dioksid daxil. Üzərinə qələvi məhlulu gəldikdə, qələvi ilə reaksiyaya girib duz və su verəcək. Ona görə deyirik ki, qarışığı yandırıb və qələvi məhlulundan buraxmaqla, yəni B bəndi. 15-də amonyak, karbon dioksid və azotdan ibarət qaz qarışığından azotu necə ayırmaq olar? Deyirik ki, bir saniyə, alo, haradasan, dərsdir. Deməli, amonyak, karbon dioksid və azotdan ibarət qaz qarışığından azotu necə ayırmaq olar? Siz bilməlisiniz ki, amonyak NH3-dür, turşular ilə reaksiyaya girir. Deməli, mən burada turşudan istifadə eləməliyəm. Karbon dioksid turşu oksididir, qələvi ilə reaksiyaya girir, qələvidən istifadə eləməliyəm. Azot da heç biri ilə reaksiyaya girmir deyə ayrıca qalır. Ona görə A variantı. Deyirik, ardıcıl olaraq qatı sulfat və kalium OH məhlullarından buraxmaqla. 16-da hər iki reaksiya üçün hansı ifadələr doğrudur? Hər ikisi birləşmə reaksiyasıdır. İstiliyin ayrılması ilə gedir, xeyir. Bizim bu ikinci reaksiyamız istisnadır. Birləşmə reaksiyası olmasına baxmayaraq eksotermik deyil. Oksidləşmə reduksiya reaksiyasıdır, bəli, çünki hər ikisində bəsit maddə var. Elementdir, allotropik şəkil dəyişməsi yoxdur, metallarla birləşmələrdə 3 valentli olur. Azot. Keçdik bu biri səhifəyə. Deyir ki, elementdə allotropik şəkil dəyişməsi yoxdur. Ən böyük və ən kiçik oksidaşma dərəcəsinin cəmi müsbət 2-dir. Bu da azotdur. Niyə? Çünki azot 5-ci qrupdur. Maksimum oksidaşma dərəcəsi müsbət 5-dir. Minimum oksidaşma dərəcəsi də -3-dür. Müsbət 5 ilə də -3-ün cəmi müsbət 2-dir. Deyir, ifadələrə uyğun müəyyən elə. Reaksiya getmirsə, azot hansı ilə reaksiyaya girmir? Heç bir halogeni ilə reaksiyaya getmir. Ona görə birinciyə aiddir, ikinci reaksiya. Adi şəraitdə gedən lityumdur. 1. Elektrik qövsü temperaturunda gedən oksigendir. Kataltik reaksiyadır, hidrogendir. NH4NO2-dir. Birinci əvəz etmə reaksiyasıdırsa, ikinci reaksiyadan hansı maddə alınır? Biz bilirik ki, NH4NO2-dən alınır azot və su. Azot və sudan hansı natrium ilə əvəz etmə reaksiyasına girir? Təbii ki, su. Deməli, mənim X-im sudur, Y-im azotdur. Azot ilə də natriumun reaksiyasından natrium nitrid əmələ gəlir, yəni D bəndi. 21. Yenə NH4NO2-nin parçalanmasından azot əmələ gəlir. Azot lityum ilə reaksiyaya, azot və su əmələ gəlir. Azot lityum ilə reaksiyaya gedir, verir lityum nitrid. Kalsium ilə reaksiyaya girib kalsium nitrid. Alüminium ilə reaksiyaya girib alüminium nitridi verir. Siz deyərsiniz ki, müəllimə, biz hardan bildik su deyil? Birinci su olanda onsuz da alüminium 2O3, kalsium OH2 və lityum OH alınmalıdır ki, elə bir variant yoxdur. Azot olduğunu həm də oradan bilərsiniz ki, lityum ilə adi şəraitdə girib, həm də ki, su olsaydı kalsium ilə də adi şəraiti verməli idi. Amma burada temperatur veribdir. Bu cür də fərqləndirmiş ola bilərsiniz. 22. Azotun göstərdiyi xassiyə oksidləşdiricidirsə, metallar ilə reaksiyaya girməlidir. Birinci metaldır.
Həm oksidləşdirici, həm reduksiya edici xassədirsə bu 2-dir. Çünki orada natrium nitrat, natrium nitrit alınır ki, yəni natrium NO2, natrium NO3 alınır ki, buradan azot həm artır, həm azalır. Yalnız reduksiya edici deyirsə, yəni yalnız artsın, o da 4-dür. Niyə? Çünki burada azot və oksigen alınır. Azot -3-dən 0-a gəlir, yalnız artır. Gümüş NO3-də də oksidləşdirici olur. Niyə? Çünki gümüş nitratda -5-dir. Gümüş nitratın parçalanmasından gümüş NO2 alınır ki, NO2-də də -4 olur. Ona görə birinci və üçüncü reaksiya aiddir 1-ə, ikinciyə aiddir yalnız 2, üçüncüyə də aiddir 4. Yəni variantımız Y variantıdır. Bəli, Rəqsanə. Siz hansını dediniz? O həm artır, həm azalır. Natrium ikinci reaksiya, natrium nitrit, natrium nitrata. Başqa nə alınır da oradan? Karbon qazı. O yazın. -23 də bunun kimi daha qalmıram, çünki demək olar eyni reaksiyalardır. Gəldik əsas məsələyə 24-ə, 25-ə. 24-25 çox verilən sualdır. Ona görə diqqətlə qulaq asın. Deyir, qapalı qabda eyni həcmdə azot və hidrogendən ibarət qaz qarışığında maddələrdən biri tam sərf olunaraq bir saniyə uşaq. Bu çətin reaksiyalardan biridir. Yəni çətin sual deyil, yəni uşaqların çoxsu prosta burada səhvlik eləyə bilir. Ona görə 24 və 25-ci suala diqqətlə qulaq asın. Ayın2 üstə gəlinsin 3 mol H2. Buradan alınır 3 mol NH3. Burada deyirik ki, qapalı qabda eyni həcmdə azot və hidrogendən ibarət qarışığında maddələrdən biri tam sərf olunaraq B-mol amonyak əmələ gətirir. Hansı ifadələr doğrudur? Deyir ki, B-mol amonyak əmələ gəlib. Biz fikirləşməliyik ki, B-mol amonyak əmələ gəlibsə, deməli hidrogen nə qədər reaksiyaya giribdir və azot nə qədər reaksiyaya giribdir. 3-ə 2-dirsə neçəyə B olar? 1,5 B. Bu biri isə 0,5 B olacaq. Deyirik ki, azot 0,5 B-dir, hidrogen isə 1,5 B-dir. Bunları dedikdən sonra bizə deyir ki, hidrogen ilə azot eyni mol miqdarında olmalıdır. Eyni mol miqdarında olmalıdırsa, mən bunu hansı çox sərf olunubsa, hər ikisini eyni qədər götürərəm. Yəni, azotu da 1,5 B götürəcəm. Hidrogeni də 1,5 B götürəcəm. Nəticədə hidrogen tamamilə sərf olunacaq. Azot isə 1,5 B-dən 0,5 B gedəcək, geriyə qalacaq B. Nəticədə deyir ki, B mol azot artıq qalır, doğrudur. 0,5 B mol hidrogen artıq qalır, xeyr, hidrogen ümumiyyətlə artıq qalmır. Reaksiyadan sonra qabda 2 B mol qaz olar, bəli. B mol azot artıq qaldı, B molda amonyak alındı. Nəticədə ikisinin cəmi olur 2 B. Daha sonra budur. Baxaq 27-yə. Litium ilə adi şəraitdə reaksiya daxil olur. Bəli, daxil olur. Oksigenlə adi şəraitdə reaksiya daxil olur. Bəli, daxil olmur. Molekulunda 3 kovalent rabitə var. Bəli, 3 kovalent rabitə var. Təbiətdə yalnız birləşmə halında mövcuddur. Xeyr, sərbəst halda mövcuddur. Havanın 78% azotdan ibarətdir. Keçdik bu bir səhifəyə. Deyirik ki, mis 2 oksidin üzərinə hansı reaksiyalardan azot alınır? Təbii ki, biz bilirik ki, birinci reaksiyadan alınır, ikinci reaksiyadan alınır,
3 və 4-dən alınmır. Çünki 3-də karbamid və su, 4-də isə NO və su alınır. 1-də isə azot, mis, su, 2-də isə azot və su alınır. Yəni qısaca 1 və 2-dir. 29. 29-da deyir ki, azotun hidrogenlə katalitik reaksiyasının qrafikinə əsasən 0,6 mol X reaksiyaya daxil olduqda neçə mol Y alındığını hesablayın. Gəlin reaksiyanı yazaq. Reaksiyamız budur. Burada bizə deyir ki, indi reaksiyaya daxil olan maddələrimizi veribdir və reaksiya nəticəsində alınan maddəmizi veribdir. Bizim burada Y-imiz siz qrafik əsasən bir şey müəyyən edirsiniz, amma hesablamanı o 0,6-ya görə hesablayacaqsınız. 0,6-da uşaqlar deyir, müəllimə qrafiki bizə niyə veriblər, orada başqa ədədlərdir. Düz deyirsiniz, başqa ədədlərdir. Amma siz qrafikdə bilməlisiniz ki, Y alınan maddədir. Y alınan maddədir. Onu müəyyən eləmək üçün qrafiki veribdir sizə. Y alınan maddədir və siz bilməlisiniz ki, Y alınanda X və Z sərf olunubdur. Daha çox sərf olunan X-dır deyə deməli X-imiz hidrogen imiş. Z-imiz isə azot imiş. Və siz burada müəyyən edirsiniz ki, Z-imiz azotdur, hidrogenimiz isə X-dır. Deyirsən ki, 3 mol hidrogen reaksiyaya girəndə 2 mol azot alınır. Bəs 0,6 mol hidrogen reaksiyaya girəndə nə qədər amonyak alınacaq? Azot deyirəm, üzrü sayın amonyak. 3-ə 2-dirsə 0,6-ya da X-dır, o da eləyir 0,4. Aydın oldu?